Herkese salam dostlar, necəsiz? Bugün səhər yeməyinə düşəndə çəkmədim. Tez düşüb gəlib qayıdıb biraz yatdıq dincəldik çünki gecəni gec yatmışdıq. İndi gedirik yemək yeyib biraz gəzək, maraqlı yerləri biraz gəzək. Make-up etməmişəm bugün qızlar çünki buranın suyu mənim üzümə düşmürdü. Özümə make-up etmişdi, uyudum deyə. Bildiyiniz baxın səbəb ona görə bugün make-up etmədim. Nəysə, gedək gəzək, görək, maraqlı haralar var. Gəldik, çıxdıq balıq dürümcüyə. Bura keçən dəfə də gəlmişdik. Sadətgilin vlogunda var idi. Növbəyə baxın siz Allah. İndi gəldik ki, çox bəyənmişdim buranın dürümün. Ama növbə həddindən artıq çoxdur. Burada qızlar özünə qulluqdur restoran. Yəni kimsə gətirib vermir yemək istəsiniz, özü bir sifariş edirsiniz. Yer tutursunuz, gəlib oturursunuz. Bura gələndə qızlar, buranın havası, suyu mənim dərimə də saçıma da düşmür. Saçım tamamilə quruyub, üzüm səpib. Bir də o qədər su içirəm ki, bura gələndə o qədər su içirəm ki, bütün bədənim sudan ibarət olur. İnşallah ki, bugün artıq axırıncı günümüzdür. Sabah artıq yola çıxırıq. İnşallah sağ-salamat qaydaq. Çünki burada hər kəsə xəbərdarlıq ediblər ki, insanların çox olduğu yerlərə getməyin. Terrordan bağlı biraz təhlükə var. Allah hamımızı qorusun biz içində. Belə də bura hansısa əvvəllər kimisə saray olubdur, qonaq olubdur. Belə indi istifadəyə verir. Balıq dürümümüz gəldi qızlar. Ən sevdiyim dürümdür. Bu çox qəşəng, çox ləzzətli düzəldirlər. Eminönündə Qəmzin qırağında da dürüm verir, amma çox çörəkdən içilir, biraz soğandan ibarət olur. Bir də balığa çatana qədər yarım çörəyi yiyib tutarmış olursunuz. Amma bunun içinə balığını da bol vururlar, qəşəng sosunu da bol vururlar. Yəni soğandan ibarət həqiqətən də çox ləzzətlidir. Ayaqla qızlar gəldik, çıxdıq Balata. Düz Eminönündən Balata qədər ayaqla gəldik. Bilirsiniz ki, Cənnət Mahalləsi də Balatda çəkilib, Çukurova da burada çəkilib. Sonra Qurtlar Vadisi Pusuda daimi bir çayxana səhnələr olur, o da burada çəkilib. İndi tapa bildiyim qədərilə hamısını tapıb sizə göstərəcəm. Balata biz yəni demək olar gələndə hər dəfə gəlmişik. Buranı çox gəzmişəm, mən sizlər üçün gəldim o dəfə ki, çəkilib sizə də göstərim. Baladın bu içəri küçələrində romanlar yaşayır həqiqətən də. Onlar da biraz agresiv olur. Ona görə bəzi içərilərə getmək təhlükəlidir. Amma belə ümumilikdə rəngarəng qəşəng küçələri, maraqlı küçələri var. Burada Rumeli lisesi var bizdən. Tarixi bir lisədir bu. Tam belə podyumdadır da. Burada bir küçə var ya, hamı video çəkirik. Podyumdan aşağı dəniz görünür. Məşhur bir küçə. Dümdüz elə bir bayırlı dağın başına qalxacaq. Həmişə də bura çıxanda bilsəməz. Məryəm görsə bunlar istəyər. Deməli bu toxum oyuncaqlara takıntısı var. Güzel baxın, belə bir restoran var. Rəngarəng, pəkənət var, rəngarəng. Divarlarında da sırf bu Yeşilcam dizilərində olan aktyorlardır, şəkilləridir, hərəsinə aid bir sözlər yazılır. Həqiqətlərə bu şəkil çəkilir. Gəgirik o sırfına. Anlaşıqlar çəkildim ki, burada güzel baxın, belə maraqlı balaca zontiklər satırlar, görün nə şey. Birini aldım Məryəmi. Çox maraqlı bir şeydir, əl işidir. Bütün küçələri belə dekor kimi istifadə edirlər bu zontiklərdən. Yəni nə qəşəng görünür. Burada tarixi bir lisədir. Görün nə boydadır. Hamıdan podyuma baxın. Böyle bir dağın başına dırmaşırıq. Romanlar, uşaqlar da bu romanlar çox agresiv olurlar. Podyuma baxın. Hara qalxmalıyıq. Cənnət Mahalləsinin çəkildiyi yerə gedirik. Birinci. Hamısı yaşayış yeridir. Cənnət Mahəlləsi bu küçələrdə çəkilib. Bütün yəni bu küçələr o baş bu baş hamısı həmən kino çəkilən yerdir.
necə yəni çəkiblərsə, necə təsvir eləyiblərsə eyni ilə elədir. Yəni o tipli insanlar yaşayır burada. Birinin əlində gül satır, birinin əlində su satılır. Evlərdə baxın belə qədimidir. Ümumiyyətlə Türkiyədə heç bir şeyi çalışırlar ki, dəyişməsinlər, olduğu kimi saxlayırlar. Uzağı yüngül neysə, gəzdirsələr də tarixliyi qoruyurlar. O tərəfdə deyil, məncə saldıq yerə dəyir. Maşını etsin. Hər biri yaşayış yeridir. Çox maraqlı aurası var buranın. Məsələn, Balatı sevirənlər. Belə dedim ki, çox arı küçələrə girmək lazım deyil. Burada həmin romanlar çox agresiv olurlar. Kinoda da eyni ilə təsvir olunur ki, gündə dalaşırlar, karakola gedirlər, karakolun qapısına zilin dayanmadan basırlar. Necə təsvir edirlərsə həqiqətində elə. Cəmaət şəkil çəkdirir. Çox qəşəng gəliblər buranı. İnşallah bir dəfə bura isti havada gəlib qəşəngcili bicili geyinib elə şəkil çəkdirmək lazımdır. Burada hər yer balaca mini kafelərdir. Bütün küçələri belə baxın, belə kafelərdir. Gedirik qızlar Pəmbənin evinə, Cənnət mahalləsinə. Əminəm ki, uşaqlarımızda hamınız baxmışsınız ona. Şurada da nə qədər mütəs qoyuyor. Bu küçə. Burada gəldiyə çıxdıq qızlar. Baxın Pəmbənin evi. Həmən o məşhur pləkan. Necə var, elə də qalıb. Bura Fərhadgilin evi idi. Biz gələndə buranı, yəni necə var idisə elə qalırdı. İndi nəsə dəyişirlər. Təmiz dəmirə alıblar. Amma biz gələndə belə deyildi bura. Burada Pəmbənin evi, yaşayış yerdi. Kimsə buranı satın alıp da özel mülkdür yazıb, fotoğraf çəkmə yazıb. Baxın belə. Pəmbə həmişə dalı, bax oradan baxardı, çağırırdı. Bu da pləkanları. Çəkin baxın. Beratlar ve köpekler giremez. Bu ne biçim şaka ya? Biraz ayıp olmuyor mu ya? Köpekleri seninle bir tuttuğum için aradım. Allah belanı vermesin kız. Kız azıcık kapıyı yavaş açsana. İnsan kapıyı açarken hiç düşünmez mi? Adam içeride bir ki kapının arkasında laf dinliyor diye bak kız. Kırdı kafamı düşüncesiz karı. Ne oldu Beratlar? Berat içeri. Ay kafam. Burası sırf o küçədir qızlar. Ümumi görüntüsü də belədir. Sırf bura hər kəs sırf o kinoya görə gəlir ki, şəkil çəkdirsin, video çəksin. Bir ara buranın zilini nə qədər basırmışlarsa, yine kinodakı kimi. Görürsünüz, dəmir hasar alıblar. Buranda təzə böyle dəmirlərin arasına alıblar. Biz onda gələndə bura belə değildi. Burada Sultanın sevgilisi Fərhadın evidir. Neyse, uşaqlığımızı yada saldıq, gedək görək başqa burada nələr tapdıq. Biz o Çukurova falan çəkilən küçəyə də getmək istəyirdik. Sadəcə Balat bura geniş yerdir, balaca bir yer deyil. Küçə gəlib gəzib tapasan. Cənnət mahalləsini ilk dəfə gələndə bir zülmlə tapmışdıq. Ona görə tanıyırıq da, rahat getdik, tapdıq. Amma digər ikisinə heç vaxt getməmişik. Burada da hər kəs o qədər aqressivdir ki, nasıl soruşursan ki, məsələn, falan kino çəkilən küçə hansıdır? Biz elə də aqressiv cavab verirlər ki, biz bilmiyoruz, belə qaşqabaq eləyirlər. Ona görə tək-tək də küçə-küçədə təbii ki, gəzib tapmaq mümkün deyil. Əslində belə kimsə yol göstərsəydi, gedib sizlər üçün oranı çəkəcəkdi. Amma burada belədir. Qurban olarıq öz millətimizə. Bizdən bir şey soruşanda az qallar aparıb həmən ünvana qədər yerləşdirsinlər. Burada elə deyil, təəssüf ki. Sırf imeni bu Balatda yaşayan insanlar da həddindən çox aqressivdir. Burada çox maraqlı belə bir restoran var. Hər dəfə gələndə çəkirdim bura. Bax, bu itlərin adını açılır bu restoran. Buranın yiyəsi var təbii ki. Yəni, haçan gəlirsiniz, bunlar buradadır. Kafe Dora. İtlərin adı da Dora. Ya adı da ya cinsini bilmirəm. Sırf onların adına açılmış bir yerdir. Bu şəkildə. Belə bir maraqlı konseptdir.
Küçələrdə qəşəng belə hazır meyvələr satırlar. Gedək yeyək, biraz susamışıq, sərin yeyək. Tüm küçə restorandır. Qəşəngdir meyvələr. Özüm aksesuar axtarırdım qızlar. Balıqda qəşəng bir aksesuar mağazası tapdım, bunu bəyəndim. Sırq axtarırdım. Götürdüm, qiymətləri də pis deyil, normaldır. Qızlar, keçmişin kasetləridir. Satırlar burada. Çok maraqlıdır, çok qəşəngdir. Keçmişdə musiqilər oxuyur. Bunlar da maqnit olmalı, sətirəməmsən. Bunlar da maqnitdir. Bunlar da burada yoxdur. Bu küçədə belə bir qazozçu var. Rəhbərək belə qazozlar, maraqlı qazozlar düzəldir. Bu millətin hamısı onun növbəsidir. Ben böyle çəkdim baxlarımızı. Fərqli qazozlardır. Hər dadda var. Millət durur, növbə keçid edir, alır. Bu küçədə ancaq restoranlardır, maraqlı belə satış yerləridir. Fərqli məhsullar satırlar, tablolar satırlar, maqnitlər satırlar. El işi sabunlar, şamlar, bayaq göstərdim sizə qazozçu. Sırada nə qədər adam var idi. Bu belə maraq, bundan bir dəfə Məryəm deyə almışdım. Çox maraqlı bir oyuncaqdır. Belə maraqlı maqnitlər. Çəkirəm ki, siz də bizdən bir yerdə gəzini görün. Burası Polatın küçələridir. Baksana çok güzel bir Arxa küçələr yaşayış yeridir. Burası isə qızlar ticarət yeridir. Burada kafe, restoran, mağazalar. Bax, əl işi şamlar dediyim buraydı. Bura gəlmişəm bir dəfə. Çox qəşəng şamlar olur burada. Təbə, əl işi, hamısında özünün qəşəng qoxuları var. Çaydanla çaylı kalem var. Bura şekerci dükkanıdır. Hafif şekerler satırlar. başka bir yer oraya girerdi. Hayır buradan Bitti. Bizler Balat'tan çıxırıq indi. Balat'tan çıxdıq indi. Gedək tramvaydan falan tapaq. Galata Kulesi'ne getmək istəyirik. İndi də direkt gedib orada çıxaq. İstanbul'un yuxarıdan sizə görüntüsünü indi göstərəcəm. Hal-hazırda İstanbul'un yuxarıdan görüntüsünü çəkəcəm sizə qızlar. Baxın, hər yer məsciddir. Hər yerdən məscidin minarələri görsənir. Bu arada bura çox soyuqdur ya. Kapşonkamı başıma atmışam. Göstərim indi bir dənə baxın, çünki metro tərəfə gedirik. Gedək. Galata Kulesi'ne getmək istəyirdim əslində. Sonra fikirləşdim ki, Galata Kulesi'ne nə qədər getmişəm. Orada əslində bir video var, onu çəkmək istəyirdim qızlar. Gəl ki, hal-hazır ki, bu hava buna uyğun deyil. Üzüm səpib. Make-upsızam. Buna görə gedim otelə dincəlim. Sabah adıya geçsə ya da qəşəng şəkillər, videolar çəkəcəm. İnşallah. Hava yaxşı olsa. Hava bütün planlarımızı pozdu bizim. Çok soyuqdur çünkü hava burada. Gəlmişdik otelə qızlar. Yaqub təzə ayaqqabısını geymişdi. Dəhşət ayağım vurdu deyə. Gəldi otelə, biraz ayağı özünə gəldi. İndi çıxırıq yeməyə. Burada çox qəşəng məşhur bir pilavcı var. Oranın pilavını həddindən artıq çox bəyənirəm. Gedirik indi orada pilav yeməyə. Gedib pilavımızı yeyək gələk, daha sonra çamadanlarımızı hazırlayacaq qızlar. Bugün burada axırıncı günümüzdür. Düzdür, gecə yola çıxasıyıq çıxmağına, amma yenə də çamadanlarından hazırlamalıyıq. Gedirik indi pilavcıya. Çamadanlarımızı hazırlayacaq qızlar. Bugün burada axırıncı günümüzdür. Düzdür, gecə yola çıxasıyıq çıxmağına, amma yenə də çamadanlarından hazırlamalıyıq. Gedirik indi pilavcıya. Çamadanlarından hazırlamalıyıq. Gedirik indi pilavcıya.
Bax qızlar, bir dənə qəşəng düzəldi. Heç elə bil bayaqki külək burada yox imiş. Bu da səhərin qəşəng hava olacağının xəbərçisidir. Əgər inşallah sabah hava isti olsa, onsuz uçuşumuz gecədir. Hava əgər qəşəng isti olsa, Böyük Adaya gedib həmən o yeraltı kinosunun çəkildiyi yeri çəkəcəm. Oranı görmək özümə də çox maraqlı da çox istəyirəm. Adaya getmişəm mən. Amma vaxtlar o dizi orada çəkilmirdi də. Bu dizi yeni başlayıb, bu il başlayıb. İnşallah hava sabah da belə qəşəng olar, gedərik Adaya. Ada çox maraqlıdır, çox gözəldir. Bizim məşhur pilavçımız var. Gəldik, çıxdıq. Oturub pilavımızı yeyək. Bu geç öldü oturaq. Yoxdur. Pilavımız da hazırdır. Deməli, yanında belə qəşəng ketçupu qoyurlar. Acı biberini verdilər, düzlü biber. Biraz narahatçılığı vermədi dəsman, amma 2-3 dənəsin yemək olur. Buranın tonumu çox ləzzətli qızlar. Vlogumuzu burada sonlandırıram qızlar. İnandırım sizi ki, Ağcabədidən gələndən bu yana bilmirəm nə olub, kimin nəfsi keçib, kim nə pis enerjini ötürüb bilmirəm. Yəni normalda mən belə deyim də pozitiv biriyəm, normalda hər şey həvəslə eləyən biriyəm. Sırf Ağcabədidən gələndən axırıncı bax nə şux, nə əhval-ruhiyyə ilə çəkdimsə vloq axırıncı orada çəkdim. Oradan gələndən bu yana o vloqa kim baxdı, kim pis enerjisini ötürdü bilmirəm. Yəni necə oldu? Ondan bu yana mən hələ qızlar bir dənə çəkdiyim vlogda ürəklə istədiyim enerjini sizə ötürə bilmirəm. Bax sizi inandırım Allaha, vallahi göz var, nəfs var. Yəni ondan bu yana nə edirəm, baxıram ki, yox alınmır, o əhval-ruhiyyəni ötürə bilmirəm. Nə bilim valla. Nəysə, vlogumuzu burada da sonlandırıram qızlar. Növbəti vloqa keçəcək birazdan. Axırıncı günümüzdə artıq yola çıxırıq. Bugün gecəni mən bu vloqu paylaşanda artıq Azərbaycanda olmuş olacağım. Yola çıxırıq, gedirik evimizə. Məryəmgillə danışdım, dünən Kərimlə danışdım. İnanın ki, necə o qədər pis oldum ki, heç dünən vloqun ardını da çəkməyə həvəsim olmadı. Onsuz da belə auranı ötürə bilmirdim. Kərimin də kövrəldiyini gördüm, lap belə pis oldum. Belə, indi hava əgər görək yaxşı olsa, əslində mən Adaya getmək istəyirdim. Sonra dünən Kərimlə elə danışan gördüm. Dedim, hava yaxşı olsa Adaya gedəcəm. Kərim çox kövrəlmişdi. Dedim, hava yaxşı olsa da fikrimi dəyişdim ki, getməyim Adaya. Birdən olar da gəmidə, yolda nəsə olar, bir iş olar, bir tərsliyi olar. Təyyarəmiz filan gecikər, gedib rahat çıxa bilmərik. Uşağın da gözü yoldadır. Elə şeylərdə çox həssasam. İndi hava bilmirəm çöldə necədir, çıxırıq. Yaxşı olsa belə Üsküdar bura yaxını, biraz Üsküdara gedib orada biraz gəzib eləyəcək ki, vaxtımız keçsin. Axşam da hava limanına gedirik. Saat, deməli, ora saat ilə 12-də, gecə 12-də uçuşumuzdur. Öpürəm qızlar sizləri, yaxşı ki varsınız. Bu arada bir aktiv izləyicimi artıq seçmişəm. Çünki həmən xanım dayanmadan aktivlik eləyir. Birinizi də seçəcəm. İnşallah hər birinizin də hədiyyəsini verəcəm. Öpürəm sizləri, yaxşı ki varsınız. Çalışın, aktiv olun. Hər dəfə 2 fərqli izləyici seçirəm aktivlikdən. Yəni hər dəfə eyni izləyicilər seçmirəm. Çalışın, siz də aktiv olun, daim aktiv olun. Yəni hədiyyə üçün aktiv olmayın qızlar. Hə, bu yorumda mən hədiyyə demişəm deyə götürürsünüz o yoruma, aktivliyi dayanmadan edirsiniz. O biri videolarda baxıram ki, aktiv sıfırdır. Amma o sırf bu seçəcəyim xanımlar, birini seçmişəm artıq. Daimi bütün videolarda, hətta əvvəlki videolarda belə daimi aktivlik edirdi. Ona görə mən o şeyə diqqət edirəm. Ona görə çalışın bütün videolarımızda aktiv olun ki, növbəti aktivlik yarışmamızda siz də qalib olasınız. Öpürəm sizləri. Hələlik.